Salam, qəbul imtahanına düşmüş nisbətən çətin tipli suallardan birini izah edəcəm sizin üçün. Deməli, bu sualda əvvəlcə dərəcəni azaldırıq. Deməli, 4 vurulsun, 1 çıx, kosinus 2 alfa, yəni 36 dərəcə bölünsün 2. Üstəgəl qalsın olduğu kimi bərabərdir. İxtisar getdi, 2 qalır. 2-ni də vursaq bura 2 çıx 2 kosinus 36 üstəgəl 2 sinus 18 dərəcə 2,5 bərabərdir. 2,5 eləyəcək 4,5. Üstəgəl buradan 2-ni ortaq vuruq kimi çıxarsaq qalar sinus 18 kosinus 36-nın əvəzinə yazarıq. Deməli, sinus 54 yazaq. Sinus 54 dərəcə bərabərdir. 4,5 üstəgəl 2. Bunu da deməli, cəmi hasil çevirmə üstünə istifadə edərik. 2 sinus çıxıb yarı bölməli. Deməli, çıxsaq 36, yarısı mənfi 36, mənfi 18. Toplayıb 2-yə bölsək kosinus, deməli 72, yarısı da 36 dərəcə. Onda olacaq 4,5 çıxılsın 2 sinus 18 mənfi qarşıya çıxar. Burada isə biz belə bir iş görəcəyik. Sinus sürət məxrəci, daha doğrusu bunu belə deyək. Bura bir sinus 18 var, 2 sinus 18. Buna bir dənə kosinus 18 lazımdır ki, sinus 2 alfanın düsturuna gəlsin. Ona görə bu ifadəni, verilən ifadəni 2 sinus 18 deməli, kosinus 18-ə vururam və bölürəm. Kosinus 18. Qalanı olduğu kimi saxlayıram. Kosinus 36 dərəcə bərabərdir. 4,5 çıxılsın. Bu hissə baxın. 2 sinus 18, kosinus 18 eləyəcək sinus 36. Kosinus 36. Bu da yenə də sinus 2 alfanın açılışı olacaq. Düsturu. Yəni sinus 72. Sinus 72-ni çevirsək kosinus 18 eləyər. 1. Yəni 4,5 çıxılsın 1. Bu da bərabərdir 3,5.